Siz elə bilməyin, insan ölən kimi ki ona suallar verirlər. Ha, Allahın kimdir, mən nəbiyyük, peyğəmbərün kimdir? Elə o anda hamı cavab verir. İndi sizə sual versək, peyğəmbərün kimdir? Deyirsiniz də peyğəmbərimiz filan kəs. Yolda gedənə bir dənə sual versin, altdan bilirik. İndi bilməyən də ola bilər olsun. Amma deyirsiniz elə bilirsiniz, Əllamə deyirdi. Deyirsiniz elə bilirsiniz, ha, insanı qəbrə qoyandan sonra mələklər ki gəlib sual verir, ha, mən nəbiyyükə, peyğəmbərün kimdir? Elə bilirsən cavab verə bilər hamı. Ondan sonra belə bir söz deyirdi bu ustad deyir. Həmən müştehid o müştehid üçün deyir, o alim üçün deyir. Deyirdi ki, bəzi vaxtlar o cavab verə bilmir, o qəbrin bir əzabı olur. O əzab təxminən indi bu zamanla deyil, nəzərə alın bir 80 il. O əzabdan ayılandan sonra deyirlər, mən nəbiyyük, peyğəmbərin kimdir? O əzabdan ayılandan sonra qayıdıb deyir ki, hə, mən peyğəmbərin filan kəsdir, ona Quran gəlib. Bir müddətdən sonra deyir. Rahatdır demək. Sonra deyir, biz niyə deyə bilmir? Çünki nə qulaq asıb peyğəmbərin sözünə nə əməl eləyib. Qulaq asıb buradan alıb buradan verib. O olur ha, hərdən bir maşın qəzasına düşür, insan bütün yaddaşını itirir. Asta-asta həkimlər bərpa eləməyə çalışır. Bir müddətdən sonra yadına düşür. Bir müddətdən sonra yadına düşür. Çünki övladının adını bilmir. Bu orada elədir. Bir müddət keçir, yadıma düşür ki, peyğəmbərin filan kəsdir. Buna görə insanın əməlləri danışır qiyamət günü, əməlləri. Ora bir başqa aləmdir həqiqətən.